Azərbaycanın milli yüksəyə söykənən milli atüstü oyunu olan Çövkən artıq Avropa səhnəsində də tarix yazır. İlk dəfə keçirilən Avropa çempionatında bütün rəqiblərini məğlub edən milli komandamız qitənin ən güclüsü adına sahib çıxıb. Qədimdən bəri Azərbaycan atçılıq mədəniyyətinin ayrılmaz hissəsi olan Çövkən bu gün yeni bir mərhələyə qədəm qoyur. Beynəlxalq Çövkən Festivalının təşəbbüsü ilə təşkil edilən ilk qitə çempionatında milli komandamız əzmkarlıq və peşəkarlıqla çıxış edərək adını tarixə yazdırdı. Bu bizim milli oyunumuzdur. Artıq təkcə Azərbaycanda deyil, dünyanın başqa ölkələrində keçirilir və bu da Polşada keçirilən Avropa çempionatı və irəlidə qarşıda gözlənilən başqa çempionatlar, qitələr arası və Avropa çempionatı Polşada keçirildi 6 komanda. Çox yaxşı hazırlaşmışdıq, çox yaxşı keçdi, istədiyimiz kimi keçdi, hazırlaşdığımız kimi də qələbəni əldə elədik. İnşallah ki, yəni bu Azərbaycanın, Çövkənin xaricdə keçirilən ilk beynəlxalq böyük bir turnir idi. Davamı çox olacaq. İnşallah ki, daha çox qələbələrlə ölkəmizi sevindirəcək. Gözəl bir histir. Yəni Avropa çempionu olduq. Azərbaycan bayrağını qalqalandırdıq Avropada. Qürur verici bir histir. Qalib komandanın heyətində yer alan oyunçular illərlə bu idman növünə xidmət edən peşəkar idmançılardır. Onların hər biri ata olan sevgisi və Çövkənə olan sədaqəti ilə seçilir. Biz daxil olmaqla 6 komanda var idi. O elə milliliyimiz sayəsində hiss edirik nə etdiyimizi. O bizə başqa bir təəssürat yaradır bizdə. Onlar, o komandalar, bəlkə də oradakı idmançılar onu hiss eləmirlər. Peşəkar Çövkən liqası ölkəmizdə davam eləyir. İnşallah komandalarımızın sayı da çoxalır günü-gündən. Məsəl üçün, hal-hazırda 12 komanda iştirak edir Peşəkar Çövkən liqasında. Bu getdikcə çoxala bilər. Gənc nəsildən gələr idmançılar, yəni istəyərəm ki, gəlsinlər, artsın Çövkən idmançıları. Milli oyunumuzdur, atüstü oyundur, dünyaca məşhur oyundur. Çövkəni bacardığımız qədər tanıtmağa çalışırıq. Bu uğur təkcə idman qələbəsi deyil, həm də qədim milli dəyərlərimizin beynəlxalq aləmdə tanıdılmasının parlaq nümunəsidir.